Bəzi vətəndaşlarımız dövlətdən pulsuz mənzil ala bilərlər. Əvvəlki illərdə də təklif olunub orada yaşayanlar var. Nə vaxt sənədsiz evlərə kupça veriləcək? Sevindirici xəbər heç də bütün sənədsiz evlərlə bağlı deyil. Niyə daşınmaz əmlak sektorunda qiymətlər işıq sürəti ilə artır? Bir neçə mənzili bir şəxs alıb, nəsə də izafi tələb yaradır. Bəzi adamlar bunu elə qələmə verdilər ki, pay torpaqları vətəndaşlardan alınacaq. Birgə fəaliyyət göstərirlər və kifayət qədər yüksək məhsuldarlıq əldə edirlər. Ev plana düşəndə kompensasiya ödənişi nə qədər olmalıdır? Əmlakın dövlət yoxsa özəl şirkət tərəfindən alınmasından asılıdır. İpoteka kreditlərinin limitləri artırılmalıdırmı? Ayrılacaq ümumi vəsait də artırılsın. Yeni tələbə yataqxanaları tikə bilərikmi? Fundamental həlli mülkiyyətlərimizin bir qisminin paytaxtdan kənara köçürülməsidir. Dövlətdən pulsuz ev almaq üçün vətəndaş nə etməlidir? Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? Pay torpaqları vətəndaşlardan alınacaqmı? Bu və digər suallara Mehmanoğlu Medianın ilk qonağı Vüqar Bayramov, iqtisadçı deputatımız cavab verəcək. Vüqar müəllim, salam, xoş gəldiniz. Salam, hər vaxtınız xeyir, xoşunuz olsun. Sizə bir daha təşəkkür edirəm ki, müsahibəyə vaxt ayırdınız. Özdə Milli Məclis tətildədir, tətil zamanıdır bu müsahibəniz. Təşəkkür edirik sizə, minnətdarıq. Mən təşəkkür edirəm və kanalınıza uğurlar arzulayıram. İnşallah uğurlu və düşərli olsun. Əminəm ki, çox sağ olun. Sizin əvvəlki fəaliyyətiniz və davam edən fəaliyyətiniz əslində mediada kifayət qədər peşəkardır və əminəm ki, bu peşəkar fəaliyyət yeni kanalda da davam edəcək. Sizin kimi peşəkardan bu sözləri eşitmək xoş oldu. Minnətdaram Vüqar müəllim. Əvvəla başlayaq daşınmaz əmlak sektorundakı qiymətlərdən. Vüqar müəllim, niyə daşınmaz əmlak sektorunda qiymətlər işıq sürəti ilə artır? Qiymətlər təbii ki, yüksəkdir və qiymətlərin artmasının, xüsusən də son illər artmasının fərqli səbəbləri var. Əslində biz son 10 ili götürsək, bəzi dövrlərdə qiymətlərdə müəyyən bir stabillik müşahidə olundu. Xüsusən də 2015-ci ildə devalvasiyadan sonra təbii ki, dollar ifadəsində qiymətlərin azalması, amma mənat ifadəsində dəyişməməsi müşahidə olundu. Daha sonra biz xüsusən 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra paytaxt Bakı daxil olmaqla ümumiyyətlə regionun aparıcı şəhərlərində qiymət artımları müşahidə edilir. Çünki tələb artdı. Bir tərəfdən xüsusən nəzərə alsaq ki, regionda, o cümlədən Azərbaycandan Rusiyada yaşayanların sayı çoxdur, az deyil. Bu da əmlak bazarına təsir göstərir. Hətta iqtisadi təsirlərin yanaşı psixoloji təsirləri var. Biz qonşu ölkələrin paytaxtlarında da, o cümlədən Gürcüstan və Ermənistan paytaxtlarında da qiymət artımlarını 2022-ci ildən sonra müşahidə etdik və bu da birbaşa tələbin artması ilə bağlı idi və ümumən Azərbaycanda bildiyiniz kimi əmlak bazarının xüsusi bir tələb var. Bu yalnız mənzil birbaşa yalnız mənzil tələbi ilə bağlı deyil. Təbii ki, həm də onunla bağlıdır ki, əmlaka bəzi hallarda və ya bəzi vətəndaşlarımız öz vəsaitini saxlamaq üsulu kimi, mənbəsi kimi baxırlar. İnvestisiya məqsədi. İnvestisiya məqsədi ilə baxırlar. Bəzi hallarda hətta investisiya deyil. Mənzil alınır çox fərqli səbəblərdən ötürü öz övladı üçün və ya ümumiyyətlə mənzili almaq bir ənənəsi də formalaşır bəzi ailələrdə. Daha çox mənzil almaqdan söhbət gedir. Təbii ki, bir mənzilin alınmasında qeyri-adilik yoxdur. Bəzi hallarda bir neçə mənzil alınır və hətta həmin mənzillər istifadə olunmur, istifadəsiz qalır. Nəticə etibarında da təbii ki, mənzilə tələb artırır. Və bu tələbin artması da nəticədə qiymətlərə təsir göstərir. Və xüsusən də ekosistemdən gələn tələb mənzil bazarında, daşınmaz əmlak bazarında qiymətləri birbaşa təsir göstərir. Çünki bəzi insanlar qeyd etdiyiniz kimi mənzilə, daşınmaz əmlaka investisiyanın saxlanması aləti kimi baxırlar. Bu da əslində mənzillərin qiymətinə birbaşa təsir göstərir. Nəticədə bu onu gətirib çıxarır ki, mənzillər və ya əmlak bazarı bəzi vətəndaşlarımız üçün investisiya mənbəyi, amma bəzi vətəndaşlarımız üçün almaq baxımından əlçatanlığın çətin olduğu bir sektora çevrilir. Çünki nəticə etibarı ilə tələb elə olmalıdır ki, bu vətəndaşlarımız üçün əlçatan olsun. Vətəndaşlarımız üçün gənc ailələr mənzil təminatında və ya ipoteka götürərək mənzil almaq təminatında problemlərlə çətinliklə üzləşməsinlər. Amma investisiya mənbəsi kimi baxılması birbaşa mənzil bazarındakı qiymətlərə təsir göstərir. Biz inkişaf etmiş ölkələrə baxsaq, məsələn, Amerika Birləşmiş Ştatlarında mənzillər demirlər ki, çox az investisiya
mənbəyi kimi çıxış edir. Adətən mənzillər, yəni fikir verirsə Amerika Birləşmiş Ştatlarında hətta ailələr mənzil almaqdan daha çox kirayə qalmaq üstünlük verir. Çünki həm iş yerləri mütəmadi olaraq və ya bir sıralarda dəyişirlər. Ölkə böyükdür, bir ştatdan başqa ştata gedirlər. Bu təbii ki, mənzil bazarına təsir göstərir. Amma biz təbii ki, qərb ölkələrində də mənzillərin qiymətləri yüksəkdir, amma biz qərb ölkələrində məsələn investisiya qoyuluşu aspektindən daşınmaz əmlakı qiymətləndirsək, qərb ölkələrində sərmayələrin vəsaitin yerləşdirilməsi üçün mənbələrin sayı çoxdur və xüsusən də səhm bazarı inkişaf edir. Məsələn, Amerika Birləşmiş Ştatlarında vətəndaşların 90%-dən çoxu səhmdardır. Yəni evdə oturur, sadəcə fərqli. Bizdə təəssüf ki, bu yeni-yeni inkişaf edir. Yeni-yeni, təbii ki, əslində bunun inkişaf etməsi əmlak bazarındakı tələb baxımından da vacibdir. Yəni bunun səhm bazarının, qiymətli kağızlar bazarının formalaşması həm əmlak bazarında tələbin azalmasına gətirib çıxara bilər və nəticə etibarən bu qiymətlərə təsir göstərə bilər. Həm də təbii ki, bu təbii ki, xüsusən də valyuta bazarında tarazlığın qorunması və digər aspektlərdən də vacib. Çünki artıq vətəndaş və ya vətəndaşlarımızın bir hissəsi, bir qismi öz vəsaitini səhmdə və qiymətli kağızda yerləşdirirsə, passiv olaraq bu vəsait artıq əmlak bazarına bir hissəsi yönəlməyəcək. Yəni bunun müsbət tərəfləri var təbii ki, əmlak bazarında tələb azaldır və o süni tələb azaldır və ya izafi tələb azaldır. Nəticədə qiymətlərə təsir və qiymətlərin artması və ya kəskin artmasının qarşısı alınır. Digər tərəfdən səhm və qiymətli kağızlar bazarına yönəldilən vəsait real sektora yönəldilir. Çünki səhmdar və ya qiymətli kağızı bazara çıxaran şəxs həmin vəsaitdən istifadə edir, həmin vəsaiti real sektora yönəldir və nəticədə bu həm də real sektorun inkişaf baxımından, İqtisadiyyatın da belə, onun dəyişinin canlanması baxımından da çox vacibdir. Ona görə biz adətən əmlak bazarını çox təəssüf ki, bəzi hallarda qiymətləndirən zaman əmlak bazarına sadəcə əmlak bazarındakı tələb aspektindən yanaşılır. Amma məsələn, əmlak bazarındakı tarazlıq, yəni qiymət tarazlığı və qiymətlərin dəyişməsi heç də birbaşa və yalnız əmlak bazarı ilə bağlı deyil. Bu da ekosistemin müəyyənləşdirdiyi faktorlar var, yəni qeyd etdiyimiz kimi vəsaitlərin yerləşdirilməsi imkanlarının inkişaf etmiş ölkələrə müqayisədə nisbətən az olması və əmlak bazarına və mənzilə və ya daşınmaz əmlaka kommersiya məqsədi ilə yanaşılması və əmlak bazarına adətən kommersiya məqsədi ilə yanaşılan ölkələrdə əmlakın qiyməti yüksək olur. Bu da nəticə etibarən təbii ki, paytaxt daxil olmaqla təbii ki, Azərbaycan il şəhərlərində əmlakın qiymətinə birbaşa təsir göstərir və biz, siz qeyd etdiyiniz kimi, əmlakın qiyməti hər halda işıq sürəti ilə deyirsə, işıq sürəti nisbətən daha yüksəkdir, amma işıq sürəti ilə də olmasa da belə, amma təbii ki, qiymət artımları var. Vüqar müəllim, bəs bizdə Azərbaycanda nə vaxtsa mənzillərin qiyməti azalacaqmı və ya heç olmasa qiymət artımı dayanacaqmı? Qiymətlərin azalması və qiymət artımı, yeni qeyd etdiyimiz kimi, əslində biz ümumiləşdirirsə iki mühüm faktordan asılı olacaq. Bir, əmlak sektoruna və ya bazara çıxarılan daşınmaz əmlakın və ya mənzillərin sayı. Əgər o mənzillərin sayında artımlar varsa, təbii ki, nəticə etibarən bu təklifi artıracaq və qiymətləri təsir göstərəcək. Burada həm sosial evlər var, həm kirayə evlər var, həm elə kommersiya şirkətlərinin inşa etdiyi və bazara çıxardığı evlərdən söhbət edir. Ümumi əmlak bazarındakı portfeldən söhbət edir. Yəni o portfelin həcmi artırsa, təklif artır və təklif artdığı halda biz artıq əmlak bazarının qiymətlərinin stabilləşməsini, hər halda kəskin artımların qarşısının alınmasını müşahidə edə bilərik. İkinci məqam öncə müzakirə etdiyimiz fərdi investisiya qoyuluşları mənbələrin artmasıdır. Bu əslində çox vacib məqamdır. Yəni bu təklif qədər əmlak bazarına təsir göstərən faktorlardan biridir. Niyə vacib məqamdır? Çünki əgər həmin mənbələrin sayı çox olursa, o halda artıq bəzi vətəndaşlarımız vəsaitin əmlak bazarına yönəltməyəcək. Yəni izafi olaraq tələb artırmayacaq. Siz yəni ki, özünüz müşahidə aparır, çünki yəni biz öncə də söhbət etdik, verilişdən öncə də, yəni sizin kanalınız daha çox daşınmaz əmlak sahəsində ixtisaslaşıb. Yəni bəzən görürsünüz, elə binalar var ki, yeni binalar inşa edilib, kifayət qədər bahalı ərazidə yerləşən, yəni birinci və ikinci zonada yerləşən ərazilərdə olan binalardır. O binalarda olan baxmayaraq bir istifadəyə verilib və mənzillər deməli ki, hamısı satılıb, amma heç də mənzillərin hamısı istifadə olunmur. Niyə? Çünki bəzi hallarda bir neçə mənzili bir şəxs alıb. Nəticədə bu izafi tələb yaradır
və izafi tələb yaratdığı üçün qiymətlər artırır. Amma həmin o şəxsin, vətəndaşımızın vəsaiti mənzilə deyil, yəni artıq 1-2 mənzil, okey, artıq daha çox mənzilə deyil, birbaşa digər səhmə və qiymətli kağızlar bazarına yönəlsə, o halda biz bu halda da biz mənzillərin qiymətlərinin stabilləşməsi və mənzillərin qiymətlərinin daha əlçatan olmasını müşahidə edə bilərik. Bəzi vətəndaşlarımız dövlətdən pulsuz mənzil ala bilərlər, belə bir hüquqları var. Bu sosial kirayə mənzil müqaviləsi ilə mümkündür. Kimlərə şamil olunur, hara müraciət etməlidirlər? Əvvəla o evlərin yaşayış sahələrinin sayı çox deyil və o xüsusən də yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan evlərdən gedir. O evlərin əslində onların böyük bir qismi əvvəlki, yəni köhnə tikili, yəni əvvəlki illərdə inşa edilən binalarda olan evlərdir və digər tərəfdən burada kateqoriya çox məhduddur. Yəni birinci qrup əhalilərdir. Eyni zamanda təbii ki, digər şəhid ailələrdir, qazilərimizdir. Amma nəzərə alsaq şəhid ailələri və qazilərimizin mənzil təminatı dövlət tərəfindən həyata keçirilir və həmin mənzil təminatına məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də hər bir şəhid ailəmizin, Velizid qazimizin mənzil təminatı ilə bağlı mənzil fondu formalaşdırılır. Təbii ki, proses davam edir. Amma ötən müddətdə kifayət qədər çoxlu sayda şəhid ailələr və qazilərimiz mənzillə təmin olunublar və proses davam edir təbii ki. Amma yerli icra hakimiyyəti orqanları nisbətən az təminatlı və əhilliyi olan şəxslərə həmin mənzilləri təklif edə bilər. Amma xüsusən qeyd etmək lazımdır ki, onların sayı çox deyil. Yəni məhdud. Söhbət mənzillərdən gedir. Mənzillərin sayı məhduddur. Bəli, mənzillərin sayı məhduddur. Yəni kifayət qədər məhduddur. Söhbət eyni zamanda bu mənzillərin sahəsi və icra hakimiyyəti qurumda. Demək olar ki, o mənzillərin böyük bir qismi əvvəlki illərdə də təklif olunub orada yaşayanlar var. Amma pulsuz mənzil, yəni heç bir ödəniş etmədən mənzil almaq hüququ şəhid ailələrizdədir, qazilərimizdədir. Birinci qrup əhalilərə məhz belə bir hüquq. Eyni zamanda Çernobıl qəzasında əlilliyi olan vətəndaşlarımız bu hüquqdan istifadə edə bilirlər. Heç bir ödəniş etmirlər. Onlar müraciət üçün nə etməlidirlər həmin vətəndaşlarımız? Yəni icra hakimiyyətinə müraciət olunur yəqin ki. Detallar barədə biz Əmək və əslində şəhid ailələri və qazilərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vasitəsilə mənzillə təmin olunurlar. Eyni zamanda məcburi köçkün, keçmiş məcburi köçkünlərimiz də mənzil təminatı ilə təminat həyata keçirilir. O da dövlət tərəfindən qarşılanan o dövlət qaçqın.com, yəni qaçqın və məcburi köçkünlərin iş üzrə Dövlət Komitəsi tərəfindən mənzil təminatı həyata keçirilir və digər o cümlədən təbii ki, əlilliyi olan şəxsləri də mənzil təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə və yolların iştirakı ilə, amma bir sıraları təbii ki, yerli icra hakimiyyəti orqanları tərəfindən də bu dəstəklənə bilər. Amma ümumiyyətlə pulsuz mənzilin, xüsusən də o həssas kateqoriyalara mənzil təminatı daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Təşəkkür. Füqar müəllim, pay torpaqları birləşdiriləcək. 2026-2030-cu illər üzrə dövlət proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadənin təmin olunması məqsədi ilə torpaq konsolidasiyası nəzərdə tutulub. Bəzi adamlar buna elə qələmə verdilər ki, pay torpaqları vətəndaşlardan alınacaq. Əslində necədir? Əslində pay torpaqları vətəndaşlardan alınmayacaq. Yəni əslində qısa desək, pay torpaqları heç bir halda vətəndaşlarımızdan alınmayacaq. Söhbət xüsusən, yəni siz təbii ki qanunla tanış olmusunuz və eyni zamanda dövlət proqramında tanış olmusunuz. Orada xüsusilə qeyd olunub ki, söhbət könüllü birləşmədən gedir. Söhbət təbii könüllü birləşmənin təşviq edilməsindən gedir. Konsolidasiya bir sıra ölkələrdə, o cümlədən Niderlandda tətbiq olunur. 2010-cu ildə Niderland konsolidasiya prosesindən keçdi və fermer təsərrüfatlarının sayı təxminən 1/3 azaldı, yəni 3/2-yə qədər azaldı. Yəni 30%-dən biraz 33% yaxın azalma baş verdi o zaman. Artıq həmin prosesdən sonra Niderlandda. Amma nəyə gətirib çıxardı? Məhsuldarlıq kəskin artdı. Nəticədə baxmayaraq ki, Niderlandda fermer təsərrüfatlarının sayı çox deyil, amma Niderlandın illik aqrar məhsul ixracatı 137,5 milyard avrodur. Yəni dollar dedir, avrodur. Yəni kifayət qədər böyük və dünyada ikinci ən böyük aqrar məhsul ixrac edən ölkədir. Ərazisi də Azərbaycan ərazisilə müqayisədə 2 dəfə azdır. Təbii ki, konsolidasiya
bunun səbəblərindən biri idi. Digər səbəb eyni zamanda məhsul növlərinin seçilməsi və rəqabət apara biləcək müqayisəli üstünlüyə malik olan məhsulların istehsalı ilə bağlıdır. Azərbaycanda nə nəzərdə tutulur və ya nələr hədəflənir? Əvvəla, hazırda Kənd Təsərrüfatı Nazirliyinin elektron portalından qeydiyyatdan keçən fermerlərin sayı 600 mindən çoxdur. Və rəqəm kifayət qədər böyükdür gördüyünüz kimi. Amma Azərbaycanın illik kənd təsərrüfatı məhsulları ixracı cəmi 1,5 milyard dollardır. Yəni, biz müqayisə etsək, fermerlərin sayı ilə illik ixrac arasında kəskin fərq var. Yəni, fərqli səbəblər var, amma səbəblərin biri ondan ibarətdir ki, torpaqlar kiçik olduğuna görə məhsuldarlıq yüksək deyil. Yəni, torpaq islahatı Azərbaycanda MDB-də ən ədalətli torpaq islahatı Azərbaycanda aparılıb. Eyni zamanda MDB-də ilk torpaq islahatı Azərbaycanda aparılıb. O zaman ulu öndərimizin rəhbəri və tapşırığı ilə torpaqlar vətəndaşlar arasında bölüşdürülüb. Bu təbii ki, ədalətli bir islahatdır və praktik olaraq MDB-də həm də eyni zamanda ilk torpaq islahatıdır. Amma zaman keçdikcə səbəb torpaq islahatına yanaşmalar dəyişir, torpaqların istifadəyə yanaşma dəyişir. Artıq yeni çağırışlar var və sözsüz həmin dövrdə aparılan islahatın ana konsepti, ədalətlilik konsepti qorunub saxlanılır. Çünki öncə də qeyd etdiyimiz kimi söhbət könüllü birləşmədən gedir. Bu Azərbaycanda həyata keçirilən torpaq islahatlarının ana xəttidir. Ədalətlilik. Könüllü. Yəni adam istəməsə torpaq birləşdirilməyəcək. Torpaq sahibi istəməsə, yəni vətəndaşımız istəməsə, onun heç bir halda torpağı birləşdirilməyəcək. Amma burada bir məqam var ki, əslində dövlət proqramının da hədəfi ondan ibarətdir ki, nə etmək lazımdır ki, torpaq sahibi onu istəsin. Birinci, təbii ki, məlumatlandırma çox önəmlidir. Çünki biz fərqli rayonlarda, yalnız mən təmsil etdiyim rayon deyil, eyni zamanda bir sıra digər rayonlarda da fermerlərin bu istiqamətdə söhbətlər etmişdik. Amma çox təəssüf ki, bəzi fermerlərimizdə bununla bağlı məlumatlar tam reallığa əks etdirilmir. Yəni, bəzi vətəndaşlarımız, torpaq sahibləri düşünür ki, torpaqları birləşsə və ya birləşdirilsə, onun torpağını kimsə onun əlindən alacaq, yəni sadə desək. Amma baxmayaraq ki, məsələn, biz Ağsuda oldu, Ağsu rayonunda, həmin rayonumuzda bir neçə fermer torpaqlarını birləşdirib, birgə fəaliyyət göstərirlər və kifayət qədər yüksək məhsuldarlıq əldə edirlər. Və heç torpağın birləşdirilməsi birləşmiş torpaq üzərində mülkiyyət hüququnun itməsi anlamına gəlmir. Sadəcə birgə birləşib, birgə əkin və ya digər kənd təsərrüfatı istehsalı ilə məşğul olurlar. Baxmayaraq ki, bunu biz həmişə nümunə olaraq təqdim edirik və deyirik, amma bəzi vətəndaşlarımız düşünür ki, birləşmə yeni qeyd etdiyimiz kimi onların torpağın əlindən almasına gətirib çıxarır. Əslində, amma elə deyil. Vüqar müəllim, belə olanda bəs gəlir nətər bölüşdürüləcək fermerlər arasında? Təbii gəlir torpaq sahəsinə uyğun olaraq adətən bölüşdürülür. Məsələn, 3 fermer öz torpaqlarını birləşdirir. O fermerlərin fərqli torpaq sahələri var. Birinin 10 hektar torpaq sahəsinin var, birinin 15 hektar, birinin 20 hektar. Və həmin hektara görə, hektarın sahəsinə görə alınan gəlir fermer arasında bölüşdürülür. Yəni 20 hektar torpağını təklif edən fermer təbii ki... Tutalım, torpağın üzr istəyirəm, 30% sizin olub, 30% mənim olub, 40% də yoldaşın. Gəlir də bölünür, 30% sizin, 30% mənim, 40% də yoldaşın. Dünya praktikasında yanaşma ondan ibarətdir ki, gəlir torpaq sahəsinin həzminə və ya siz qeyd etdiyiniz kimi ümumi torpaq fondunda, birləşən torpaq fondunda faizinə etibarən əsasən bölüşdürülür. Amma gəlir artır. Çünki istər Cənubi Koreya, istər Niderland, hansı ki biz 3 ölkə, Cənubi Koreya, İsrail və Niderlandı təcrübəsini pilot olaraq öyrənirik. Bu ölkələrin təcrübəsi göstərir ki, konsolidasiya birmənalı şəkildə məhsuldarlığı artırır və daha çox məhsuldarlıq, daha çox məhsul istehsal. Çünki məsələn, süni suvarma sistemləri kiçik sahələrdə bu effektli deyil, hətta qurulmaq da bəzi hallarda texniki baxımdan mümkün deyil. Bu torpaqlar birləşməlidir ki, süni suvarma sistemlərinin istifadə olunsun, suya qənaət olunsun, məhsuldarlıq azsın, su xərci azalsın, əksinə məhsuldarlıq yüksəlsin və ya kombayn və ya traktor xərcləri. Kiçik sahələrdə bəzi hallarda, yəni fikir verirsiniz, bəzi hallarda əkinin olur ki, taxıl sahəsidir. Onu biçməklə bağlı kombayn tapmaqda problem olur. Əslində, kombayn tapılması burada niyə problemdir? Çünki
sahə kiçik olduğuna görə kombayn ora o texnik ora girməkdə maraqlı olmur. Yəni nəzərə alsaq ki, onların bir qismi artıq özəldir. Çox hissəsi özəldir. Orada girməkdə maraqlı olmur, çünki onun o dövr etməsi və s. daha böyük xərc yaradır və amortisasiyası yüksək olur. Amma böyük sahələrdə xərc də aşağıdır, amortisasiya da aşağıdır. Bir sözlə əziz izləyicilər, heç kim sizin pay torpaqlarınızı əlinizdən almayacaq. Proqramın əsas məqsədi məhsuldarlığı, bir sözlə sizin gəlirlərinizi artırmaqdır. Vüqar müəllim, təşəkkür edirəm. Çox maraqlı açıqlamalar verirsiniz. Hələ suallarım qalıb. Söküntü işləri davam edir. Bir neçə sual olacaq bu istiqamətdə. Birinci soruşmaq istəyirəm ki, ümumiyyətlə ev plana düşəndə kompensasiya ödənişi nə qədər olmalıdır? Çünki bəzi vətəndaşlar narazı qalır. Misal üçün 3000 verilir bir kvadratına, misal üçün vətəndaş daha çox istəyir. Belə bir konkret rəqəm varmı? Kompensasiya məbləği təbii ki, yerləşdiyi yerdən asılıdır və həmin evin və ya əmlakın dövlət yoxsa özəl şirkət tərəfindən alınmasından asılıdır. Dövlət tərəfindən alınanda təbii ki, dövlət qurumu tərəfindən və nəzərə alınmış xüsusi komissiya var. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləği qeyd olunur və elan olunur. Və adətən bu halda kompensasiya məbləği dəyişmir. Düzdür, biz Milli Məclisdə bizim təklif etdiyimiz, xüsusən də Nazirlər Kabineti fəaliyyəti ilə bağlı keçirilən iclasda Azərbaycan Baş Naziri... Elə onu soruşacaqdım. Mən əslində o iclası izləmişdim, üzr istəyirəm, sözünüzü yenidən kəsdim. Bəzi vətəndaşlarımızın sahəsi, evlərinin sahəsi ümumiyyətlə azdır. Onlar elə bir məbləğ alırlar ki, yəni nəticə etibarilə nəinki evlərinin yaxınlığında, hətta Bakı ətrafı ərazilərdə həmin məbləğə ev ala bilmirlər. Bizim əslində yanaşmamız ondan ibarətdir və eyni zamanda təklifimiz ondan ibarətdir. Biz həmin təklifi hökumətə təqdim etmişik. Sahəsi kiçik olan mənzillər və ya əmlak ilə bağlı xüsusi kompensasiya ödəmə mexanizmi olsun, daha yüksək. Yəni bizim əslində təklifimizdə nələr vardır? Ya həmin sahəsi kiçik olan mənzillərə yüksək kompensasiya verilsin, yəni kompensasiya məbləği 3000 manatdırsa, bu 2 mislinə vurularaq 6000 manat ödənilə bilər. Nəticədə həmin vətəndaşın aldığı məbləğ daha yüksək. Məsələn, 30 kvadrat sahəsi olan mənzil sahibinə əgər 3000 manatdan 90.000 manat ödənilirsə, əslində bu 2 mislinə əmsal olaraq 2-yə vurulmaqla 180.000 manat ola bilər. Bu halda təbii ki, həmin vətəndaşımızın mənzil almaq və mənzil təminatını əldə etmək imkanları daha asan olacaq. Ona görə bizim təklifimiz 30 kvadrat metrədək sahəsi olan mənzillərin kompensasiya məbləğinin xüsusi əmsala vurulmasıdır. Yəni xüsusi əmsala vurularaq artırılmasıdır. İkinci, təbii ki, bir sıra ölkələrdə tətbiq edilən praktika həmin mənzil sahiblərinə həmin və ya yaxın ərazidə mənzilin təklif olunması. Məsələn, həmin əgər ərazidə mənzil inşa ediləcəksə, həmin binada mənzil təklif oluna bilər. Amma həmin ərazi sosial obyekt olacaq, park olacaqsa, yaxın ərazidə digər yaşayış binalarında mənzil təklif oluna bilər. O baxımdan dövlət tərəfindən alınan və dövlət ehtiyacları üçün istifadə olunan ərazilərdə kompensasiya məbləği bazar qiymətinə uyğun olaraq dövlət tərəfindən, dövlət qurumu tərəfindən müəyyənləşdirilir və vətəndaşlarımıza təklif olunur. Amma özəl sektorda bu fərqlidir. Özəl sektorda həmin özəl şirkətlə vətəndaş arasındakı razılaşma əsasında mənzillərin alınması həyata keçirilir. Bu halda vətəndaşlar özəl şirkətin təklif etdiyi məbləğlə razılaşa da bilərlər, razılaşmaya da bilərlər. Bəzən olur, Vüqar müəllim, 10 ailəlik bir həyətdir və yaxud da 20 ailəlik həyətdir. Hamı razılaşır, bir qonşu razılaşmır. Onun yəni sona qədər imtina etmək hüququ var da. Deyir ki, qardaş, mən sizin verdiyiniz məbləğə razı deyiləm, satmıram evimi. Təbii ki, onun öz mülkiyyətidir və dövlət tərəfindən alınırsa, dövlət ehtiyacları üçün alınırsa, bu halda qanunvericiliyə əsasən vətəndaş özü məhkəməyə müraciət edə bilər ki, həmin mənzilini vermir. Yəni alan tərəf deyil. Söhbət özəl sektor olsa necə olacaq? Özəl sektorda alırsa, razılaşmırsa, o halda təbii ki, özəl sektorun məhkəməyə vermək hüququ var. Yəni onu məhkəmə predmet etmək hüququ var, çünki 9 ailə razılar. Amma bu zaman tələb edən bir prosesdir, çünki ən az 3 il tələb edir. Özəl sektor çalışır, razılaşsın. Amma bəzi hallarda nə yaranır? Yəni ki, siz də müşahidə etmişsiniz. Ta ki 10 ailədən 9'u razılaşmır. Orada mənzil inşa edilmir və biri inşa edilmir, daha doğrusu razılaşdıra bilmir. Və ya bəzi hallarda görürsünüz, 10 ailədən 9 razılaşır, biri razılaşmır. 10 ailədən 9'u razılaşır, biri razılaşmır.
Nəticədə həmin o bir nəfərin evini almırlar, 9-un evini alırlar və orada bina inşa edirlər. Yəni fikir vermisiniz, bəzi binaların yanında, xüsusən mərkəzi ərazilərdə görürsünüz bir neçə evlər qalıb, çünki onların sahibləri razılaşmır. Nəticədə o ona gətirib çıxarır ki, həmin evlər artıq yəni bina inşa edildiyinə görə və binalar arasında məsafə olduğuna görə həmin o qalan evləri də digər şirkətlər almırlar. Ona görə əslində daha məqbulu həm mənzil sahibinin, həm də şirkətin istəklərinə uyğun, daha uyğun qiymətə razılaşmadır. Çünki etiraf etmək lazımdır ki, bəzi hallarda bəzi mənzil sahiblərinin istədikləri məbləğlər kifayət qədər böyük olur. Fantastik olur. Fantastik olur. Nəticədə şirkət həmin qiymətə mənzil alırsa, praktik olaraq mənfəət əldə edə bilmir və ya edə bilməyəcəyindən o mənzil almır. Bəzi hallarda şirkət aşağı təklif edir, daha ucuz almağa çalışır və bu da təbii ki, arzu olunan deyil. Ona görə daha uyğunu məqbul qiymətə razılaşmaq, hansı ki, mənzil sahibinə özünə ev almaq imkanı verir, şirkətə həmin ərazidə bina inşa edib, satıb gəlir əldə etmək imkanı verir. Bir də Vüqar müəllim, vətəndaş həmin özəl şirkətdən tələb eləyə bilərmi ki, mən məsələn pul istəmirəm mənə bu evdə, ev verməlisən tikdiyin binadan, yəni qanunvericilikdə bu detallar var, yoxsa sadəcə bu anlaşma əsasında olmalıdır? O anlaşmadır, yəni qanunvericilik konkret olaraq vətəndaş bu haldadır təbii ki, vətəndaş və ya şirkət üzərində konkret, yəni fix, ölçülə bilən öhdəliklər müəyyənləşdirmir. Və dünya praktikasında belə bir öhdəliklər də yoxdur, belə bir qanunvericilik də yoxdur. Çünki bu, əgər vətəndaş həmin binada mənzil istəyirsə, təbii ki, bu da vətəndaşın hüququdur. Əgər şirkət pul deyir, inşa edəcəyi binada mənzil təklif edirsə, o halda təbii ki, bu anlaşılır və müqavilə formasında razılaşdırılır. Vətəndaş bu hallarda baş verir. Vətəndaş hətta bəzi hallarda vətəndaş pul da istəyir, ev də istəyir. Yəni müəyyən hissəsini pul formasında istəyir. Qiymətləndirir 400.000 manatdır. 400.000 manatının bir hissəsini pul formasında nağd şəkildə istəyir. Digər hissəsini, məsələn, 150.000 manatını nağd formada istəyir, 250.000 manata uyğun da mənzil istəyir. Yəni bu vətəndaşla şirkət arasında razılaşma əsasında mümkündür. Yəni əgər vətəndaşımız pul deyil, mənzil istəyirsə, belə hallar baş verərsə, yəni onun yaşadığı mənzil şirkət tərəfindən, özəl şirkət tərəfindən alınarsa, o təklifini irəli sürüb mənzil təminatını şirkətdən istəyə bilər. Təşəkkür. Vüqar müəllim, bəzi qeyri-rəsmi mənbələrdə qeyd olunur ki, Azərbaycanda yarım milyondan çox sənədi olmayan ev var. Bu il biz vətəndaşlarımızı sevindirdik. Anonsla bildirildi ki, həmin evlərə kupça veriləcək, yəni çıxarış. Proses nə yerdədir? Nə vaxt sənədsiz evlərə kupça veriləcək? Əslində sənədsiz evlərlə bağlı yəni sevindirici xəbər heç də bütün sənədsiz evlərlə bağlı deyildir. Çünki sənədsiz evlərlə bağlı konsepsiya hazırlanır. Onu təsdiq olunmalıdır ki, siz vətəndaşlara o xəbəri verəsiniz. Belə. Amma təbii ki, müəyyən dəyişikliklər baş verdi. Söhbət əvvəla, yəni ki, o xəbərlərlə siz sevindirmişsiniz. Söhbət nədən gedir? Orada təbii ki, bəzi vətəndaşlarımızın bu dəyişikliklərdən istifadəsinə imkan yaratdı. Söhbət nədən gedir? Hansı dəyişikliklərdən gedir və hansılar gözlənilir? Çox qısa olaraq onlara toxunun. Birincisi, əgər yeni qaydalarla, əvvəlki qaydalar necədir? Vətəndaş sənədləri var, müraciət edir kupçanın, yəni çıxarışın alınması ilə bağlı. Məsələn, həmin mənzil inşa edib, müraciət edir mənzilə çıxarışın verilməsi ilə bağlı, torpağa və mənzilə. Dövlət qurumunda olan məlumata əsasən həmin torpaq inşaat üçün icazə verilən torpaq deyil, təyinatlı deyil. Bu, kənd təsərrüfatı təyinatlı torpaqdır. Bu halda dövlət qurumu imtina verirdi. Amma yeni qaydalara əsasən, əgər dövlət qurumunda olan informasiya ilə, amma təbii ki, vətəndaş təqdim edir ki, onun torpağı kənd təsərrüfatı üçün deyil, inşaat təyinatlı torpaqdır. Əgər o informasiyalar arasında ziddiyyət varsa, yəni bir-birinə uyğun gəlmirsə, əvvəllər dövlət qurumu imtina verirdi. Yəni, sənədi geri göndərirdi ki, biz sənə çıxarış verə bilmərik, çünki sənin ev inşa etdiyin torpaq kənd təsərrüfatı üçün yararlıdır və kənd təsərrüfatı üçün yararlı torpaqda da ev inşa edə bilməzsən. Amma indi necədir? İndi əgər o məlumatlar uyğun gəlmirsə, o zaman dövlət qurumu imtina vermir, arxivə müraciət edir və arxiv məlumatlarını alır. Əgər arxiv məlumatları vətəndaşın təqdim etdiyi sənədləri dəstəkləyirsə, eynidirsə, bu halda artıq dövlət qurumu tərəfindən çıxarış verilir. Yəni, dəyişikliyin mahiyyəti budur.
Bu əslində burada artıq ora müraciət etmək, məlumata əldə etmək artıq vətəndaşın borcu olmur, dövlət qurumunun borcudur. Dövlət qurumu müraciət edərək məlumat alır. Məlumat vətəndaşın təqdim etdiyi informasiyanın eynidirsə, o halda çıxarış verilir. Amma konkret olaraq yarım milyona yaxın mənzilə və ya daşınmaz əmlaka çıxarışın verilməsinə gəldikdirsə, buna bağlı bildiyiniz ki, konsepsiya hazırlanır və konsepsiyada ilkin mərhələdə 2001-ci ilədəki olan inşa edilən evlərə sənədlərin verilməsi, yəni çıxarışın verilməsi nəzərdə tutulur və ya gözlənir konsepsiya təsdiq olunduqdan sonra. Üzr istəyirəm, birinci mərhələdə 2001-ci ildə, daha sonra digərlərdə də baxılacaq. Bu təxminən 100 mindən artıq mənzil əhatə edəcək. 2001-ci ilə qədər olur. 100 mindən artıq mənzil əhatə edəcək bir mərhələdir. Çünki digər ölkələrin Rusiyanın təcrübəsi göstərir ki, bu proses mərhələli şəkildə həyata keçirilir. Çünki kütləvi olaraq 500 milyon evin qiymətləndirilməsi və onlara eyni vaxtda çıxarışın verilməsi texniki baxımdan da çətinliklər yaradır. Və bu artıq 100 mindən artıq vətəndaşımızın çıxarış alması mülkiyyət hüququnun tanınması anlamına gələcək. Təbii konsepsiyanı da biz bildiyiniz kimi yeni məclisdə bu məsələ müzakirə olunub. Daha qısa zamanda hər halda təsdiq olunacağına ümid edilir. İnanılır ki, daha qısa zamanda bu konsepsiya təsdiq olunur, çünki artıq hökumətdədir. Daha sonra isə proses başlayacaq. Amma burada bilirsiniz, bir neçə məqamlar var ki, onlar əslində məsələn qeydiyyatçı evlərinin sənədlə təminatına əngəl yaradır və ya problem yaradır, çətinlik yaradır. Onlardan böyük bir qismi təxminən bizim qiymətləndirmələri göstərir ki, yəni yarım milyon mənzilin təxminən 70 minində bu problem var. O mənzillərin bir qismi nisbətən hansı ki, təhlükəli hesab olunan ərazilərdə, neft buruqlarının yaxınlığında və ya nəqliyyat sisteminin və ya elektrik xətlərinin yaxınlığında inşa edilən evlərdir və həmin evlərin təhlükəsizlik baxımından çıxarışın verilməsi praktik olaraq mümkün deyil. Ya evlər sökülməlidir, kompensasiya ödənilməlidir və ya məsələn elektrik enerji xəttisə o xətt yeraltı keçməklə o problemi həll etmək olar və ya digər infrastrukturu dəyişməklə o problemi həll etmək lazımdır ki, həmin təhlükə aradan qalsın və həmin mənzilə evə qopça verilə bilsin. Amma təbii ki, biz həmin evlər, çünki həmin evi vətəndaş inşa edib, ona pul xərcləyib və aydın ki, həmin yer alanda da pul xərcləyib. Ona görə bizim təklifimiz ondan ibarətdir ki, həmin evlər söküləcəksə, hökmən kompensasiya verilərək sökülsün. Və əminəm ki, bu kompensasiya verilərək o proses aparıla bilər. Yalnız kompensasiya... Söhbət sənədi olmayan və sənədləşdirilə bilməyən neft qruplarının yaxınlığında yerləşən evlərdən gedir. O evlərdən gedir. O bütün evlərdən söhbət getmir təbii ki. Yəni onu sadə desək, təhlükəli ərazilərdə yerləşən, söhbət təhlükəsizlik baxımından standartlara uyğun olmayan ərazilər, neft buruqlarıdır və digər qeyd etdiyimiz ərazilərdə inşa edilən evlərdən gedir. İkinci evlər kənd sərhəd təyinatlı torpaqlarda inşa edilən evlərdir. Bunların, belə deyək, problemini həll etmək nisbətən asandır. Çünki bizim də təklifimiz ondan ibarət, əgər bir ərazidə kənd sərhəd torpağı üçün yararlı ərazilərdə artıq məskunlaşma varsa, çoxlu sayda evlər inşa edilibsə, ümumiyyətlə həmin ərazilərdə torpağın təyinatını dəyişmək daha məqsəd uyğundur. Daha doğrudur ki, həmin ərazilərdə Nazirlər Kabineti tərəfindən torpağın təyinatı dəyişdirilsin və həmin evlərə çıxarış versin və güman edirəm ki, bu istiqamət daha məqsəd uyğundur. Çünki nəticədə həmin evlərə kompensasiya verib, həmin evləri sökmək və ya köçürmək bu böyük vəsait tələb edir və eyni zamanda orada artıq məskunlaşım infrastruktur, qurulub sosial infrastruktur var. Bunların kənd sərhəd yararlı torpaqlarda inşa edilən evlərin problemini həll etmək nisbətən asandır. Yəni təyinatı dəyişməyin həll edilməsi mümkündür. Ona görə bu evlərlə bağlı təbii ki, müəyyən zaman və müəyyən çağırış ola bilər. Amma digər evlərlə bağlı konsepsiya təsdiq olunduqdan sonra daha qısa zamanda çıxarışların verilməsi təmin olunacaq. Vüqar müəllim, deməli, bizə ən çox məsələ ilə bağlı gələn suallardan biri odur ki, hansı evlər olacaq? Ən çox soruşurlar, rayonlar da şamildirmi, rayonlardakı evlərə də sənəd veriləcəkmi? Yəqin ki, cavab bəlidir, bütün respublikanı əhatə edəcək. Ümumiyyətlə, rayonlarda səhv etmirəmsə, daha azdır belə mənzillər. Daha az amma var təbii ki. Bəli, var. Amma təbii ki, yəni bu respublika üçün, yəni bütün respublika ərazisini əhatə edəcək konsepsiya. Çünki bütün onlarda paytaxtda və yerli şəhərlərdə
çıxarışların verilməsi və rayonlarda verilməməsi praktik olaraq mümkün deyil. Bütün ölkə üçün hazırlanmış və təsdiq olunacaq konsepsiyadır. Hansı evləri əhatə edəcək? Yeni qeyd etdiyimiz kimi müddətə görə qruplaşdırılacaq və eyni zamanda müddətə görə qruplaşdırılmaqla yanaşı, əgər evin qeyd etdiyimiz kimi təhlükəli zonada yoxsa, həmin ev çıxarışla təmin oluna biləcək. Bir də bizdən ən çox soruşurlar ki, biz bunun üçün harasa yaxınlaşmalıyıqmı? Deməli, vəziyyət belədir. Hələ konsepsiya təsdiqlənməyib. Düzdür, konsepsiya təsdiq olunmayıb, detallar bəlkə də açıqlanmayıb. Sadəcə soruşmaq istəyirəm hər ehtimal. Təsdiqlənəndən sonra vətəndaşlar özləri mi müraciət etməlidir, yoxsa artıq dövlət qurumları, belə deyək də, vətəndaşlarımızla zəng vurub əlaqə saxlayacaq ki, buyurun, yaxınlaşıb çıxarışınızı götürə bilərsiniz. Proses necə olacaq? Təbii ki, o məlumatların elektronlaşmıyor, amma gözlənti olan ibarətdir ki, yəni indi də təbii ki, onlayn olaraq müraciət etmək mümkündür. Əmlak məsələləri üzrə Dövlət Komitəsi xidməti vasitəsilə. Amma gözlənti ondan ibarətdir ki, konsepsiya təsdiq olunduqdan sonra onlayn portal vasitəsilə vətəndaş artıq evində oturub heç bir müraciət olmadan alsın çıxarışını. Müraciət edə biləcək. Yəni heç bir müraciət etmədən almaq çətindir, çünki müraciət olunmalıdır ki, çünki o sistem elektronlaşmayıb. Üzr istəyirəm, söhbət o 100 min vətəndaşdan gedir. Onlar müraciət eləyəcəklər, hansı Təbii. Yəni çünki o məlumatlar elektronlaşmayıb. Hansı ərazilərdə çünki sənəd olmadığına görə elektronlaşmıyor, amma konsepsiya təsdiq olunduqdan sonra onlayn portal vasitəsilə mövcud sənədləri təqdim etməklə çıxarışını almaq mümkün olur. Çıxarış da elektrondur, yəni çıxarış da gedib kağız formanı götürməyə ehtiyac yoxdur. Deməli, əziz dostlar, konsepsiya təsdiqlənəndən sonra daha detallı məlumat verəcəyik, amma siz konsepsiya təsdiqlənəndən sonra müraciət etməli olacaqsınız, elektron qaydada olsa da. Vüqar müəllim, biz mənzillərin qiymətini əslində danışdıq. Sadəcə bu sənəd məsələsi məndə bir sual da yaratdı. İndi eyni mənzildir, hətta böyür-böyrə də iş oluna bilər. Birinin qiyməti 100 mindir, birinin qiyməti 70 mindir deyək, misal üçün. Eyni ölçüdə, eyni dizaynda inşa olunub. Səbəb odur ki, araşdıranda birinin sənədi var, birinin sənədi yoxdur. Bu mənzillərə sənədlə təmin olunandan sonra ümumilikdə daşınmaz əmlak sektorunda qiymət artımı olacaqmı, yoxsa necə? Bəzi vətəndaşlarımız deyirlər ki, qiymətlər artacaq, bəzi vətəndaşlarımız deyirlər qiymətlər azalacaq. Əslində necə təsir eləyə bilər sektora? Əslində konsepsiya təsdiq olunduqdan və çıxarışlar verildikdən sonra əmlak bazarına çıxarışlı daxil olan mənzillərin sayı çox olacaq. Həm əmlak bazarında, həm də əmlak sektorunda, yəni bazarla yanaşı. Ona görə yəni bəzi qiymətlərini kəskin artırmayacaq, çünki çoxlu sayda mənzillər çıxarışla təmin olunacaq. Təklif çox olacaq. Təklif çox olacaq. Yəni eyni vaxtda əgər təklif az olanda adətən o qiymətləri təsir göstərir, amma eyni vaxtda 100 min çıxarışlı mənzil bazara daxil olursa və ya sektora daxil olursa, o qiymətlərdə kəskin volatillik yaratmır, yəni qiymətləri kəskin dəyişdirmir. Amma qiymətləri azaldacaqmı, onu demək çətindir. Təşəkkür. Vüqar müəllim, bir də bu proses tamamlanana qədər, konsepsiya təsdiqlənənə qədər çıxarışı olmayan evlərə kommunal xəttlərin çəkilməsinə icazə verilə bilərmi? Çünki məsələn, soyuq qış aylarında sənədi olmayan vətəndaşlarımız evlərinə qaz çəkə bilmədilər, biri işıq çəkə bilmədi, biri su çəkə bilmədi. Təxminən 3 ilə yaxındır ki, bu qaydalar təsdiq olunub. Əvvəlki dövrlərdə elə bir qadağaları yox idi. 23-cü ilə qədər. Bəli, 22-ci oktyabrın birinədək. Amma əvvəlki dövrlərdə elə bir qaydaları yox idi. Amma mövcud qaydalar əsasən, bəli, onların kommunal xidmətlərlə təminatı həyata keçirilmir. Bu da əslində məqsəd o qeydiyyətsiz evlərin inşaatının qarşısını almaq ibarədir. Amma əgər mənzil daha əvvəl hətta bitməyibsə, amma həmin mənzilin tikilməsinə daha öncə başlanıbsa, həmin evlərin də kommunal xidmətlərinin təminatı həyata keçirilir. Təşəkkür. Vüqar müəllim, ipoteka kreditləri bugün bəzi şəxslər üçün onlar müraciət edə bilirlər, ipoteka kreditləri ala bilirlər, amma ipoteka kreditinin məbləği ilə ev ala bilmirlər. Yəni limitlər izləyicilər üçün xatırladım ki, adi ipoteka kreditlərində maksimum məbləğ 150 mindir, güzəştli ipoteka kreditlərində 100 mindir. Yəni vətəndaşa bu pulu verirlər, amma real bazarda o qiymətə ev tapmaq bugün biraz çətindir. İpoteka kreditlərinin limitləri artırılmalıdırmı? Siz daha əvvəl əslində belə bir təklif etmişdiniz. Bir yenilik varmı bu məsələ ilə bağlı? Adi ipoteka kreditləri üçün limitlər düşünürəm ki, məqbuldur, amma sosial ipoteka, yəni güzəştli ipoteka kreditləri üçün limitlərin artırılaraq 150 min manata çatdırılması məqsəd uyğun olar. Təbii ki, artırılıb artırılmamasının, yəni siz də artıq əmlak bazarı üzrə ekspertsiz, bilirsiniz. Hər ikisinin müsbət və ya prosent konus deyirlər ingilislər, müsbət və mənfi məqamları var.
Artırmanın müsbət məqamı ondan ibarətdir ki, məbləğin artırmasının bu mənzil təminatına imkan verəcək. Yəni bu artıq qeyd edilməsin. 100.000 manata mənzil almaq çətindir əsas zonalara yaxın ərazidə. Baxmayaraq təbii ki, orada ilk ödəniş də var. Bu artıq imkan verəcək ki, nisbətən yəni birinci, ikinci olmasa, amma üçüncü, dördüncü və ya beşinci zonalarda mənzil almaq mümkün olsun. Sadəcə burada bir məqam var ki, həmin o məbləğləri artırmaqla yanaşı, bu istiqamətə yönəldirən vəsaiti də artırmağa ehtiyac var. Yəni belə deyək, tutaq ki, bizim İpotekaya 50 milyon vəsait ayrılıb. Ötən il güzəştli ipotekaya 96 milyon manata yaxın vəsait ayrılıb. 96 milyon manat vəsaiti biz tutaq ki, 100 minə bölsək və 150 minə bölsək. 150 minə böləndə daha az vətəndaş yararlanır. 100 minə böləndə daha çox vətəndaş yararlana bilir. Bəziləri 100 minə, orada maksimum məbləğ 100 mindir, bəziləri 100 mindən az da alır. Ona görə o az götürür. O baxımdan hökmən o məbləğ artmalıdır. Yəni biz təbii ki, maksimum məbləğin artırmasının tərəfdarıyıq. 100 min manat, çünki niyə tərəfdarıyıq? Çünki öncə də qeyd etdiyimiz kimi əmlak bazarında qiymət artımları var və son olaraq bu müşahidə olunur. Amma ipoteka, sosial və ya güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ artmır. Bu maksimum məbləğ də əmlak bazarındakı qiymətlərə uyğun olaraq dəyişməlidir. Biz ona görə təbii ki, maksimum məbləğin artırmasının tərəfdarıyıq. Amma eyni zamanda bizim təklif ondan ibarətdir ki, həm də ayrılacaq ümumi vəsait də artırılsın. Çünki maksimum məbləğ artacaqsa, ümumi vəsait artmayacaqsa, ipoteka götürənlərin sayında azalma olacaq. Vüqar müəllim, bir də ümumiyyətlə əhalinin mənzilə çatanlığını artırmaq baxımından bəzi vətəndaşlar var, onlar mənzil almaq istəyirlər, ala bilmirlər. Misal üçün, biz deyə bilərik, ipoteka var, güzəştli ipoteka var, Midanın evləri var, kirayə mənzillər var və dövlətin bir sıra belə güzəştləri var vətəndaşlar üçün yaratdığı. Amma bəzi vətəndaşlarımız ümumiyyətlə bu güzəştli kateqoriyalara aid olmurlar deyə o güzəştlərdən istifadə edib ev ala bilmirlər. Elə misal üçün götürək bu güzəştli ipotekanı. Kateqoriyanın özünü də böyütmək, artırmaq, genişləndirmək olarmı ki, digər vətəndaşlarımız da müraciət edib ev alsınlar? Əgər o varsa, belə bir təklifiniz varsa, hansı şəxslər o siyahıya əlavə olunmalıdır? Kateqoriya genişlənə bilər. Sadəcə kateqoriyanın genişlənməsi də məsələn maksimum məbləğin artırması kimi müəyyən çağırış formalaşdırır. Əvvəla adi ipoteka kreditlərində və kirayə mənzil fondu ilə bağlı hər hansı bir limitlər və tələblər yoxdur. Adi ipoteka kreditlərini hər bir vətəndaş müraciət edib götürə bilər. Amma adi ipoteka kreditlərinin faizi nisbətən güzəştli ipoteka kreditlərə müqayisədə nisbətən yüksəkdir. Amma sözsüz biz həkimlərin də bu siyahıya əlavə olunmasını təklif edirik və qiymətləndirmələr təbii ki, eyni zamanda mina təmizləyənlərin, anama işçilərinin də siyahıya əlavə olunmasını təklif edirik. Çünki onlar kifayət qədər riskli işdə fəaliyyət göstərir və Qarabağ Şərqi Zəngəzurun mina təmizləməsində çox qəhrəmancasına iştirak edirlər. Təbii siyahıya baxılıb artırılması məqsəd uyğundur. Amma yenə də çox vacib məqamlardan biri nə qədər vəsait ayrılacaq və vəsait artırılacaqmı və artırılmaq imkanları varmı? Məsələ onun üzərində. Yəni biz siyahını genişləndirək və daha çox vətəndaş bu halda ipotekaya müraciət imkanı yaranır. Bu müsbətdir, pozitivdir və biz bunu dəstəkləyirik. Belə deyək də, belə olan halda ipoteka fondu həmin vətəndaşlara da maliyyə ayırmalıdır. Bu da bir maliyyə yükü deməkdir. Daha çox vəsait. Yəni ümumiyyətlə vəsaitin məbləğinə uyğun olaraq o siyahıya baxılması və eyni zamanda təbii ki, maksimum məbləğin artırılması reallaşa bilər. Amma bütün hallarda siyahıya baxılması və artırılmasını məqsəd uyğun hesab edilir. Çünki yenə qeyd edirəm, elə kateqoriya iş yerləri var ki, orada həm kifayət qədər, yəni qeyd etməsi mina təmizləyən vətəndaşlarımız və kifayət qədər riskli, ağır bir fəaliyyətdir, tarixi bir iş görürlər. Onların da güzəştli ipotekadan istifadə imkanının yaradılması vacibdir. Yəni siyahının genişləndirməsinin tərəfdarıyıq və mümkün hesab edirik. Amma düşünürəm ki, yenə bütün hallarda o istiqamətə, yəni ipoteka ayrılan vəsaitin də artırılmasına ehtiyac var ki, daha çox vətəndaşımız, yəni siyahının genişləndirilməsi və ya maksimum məbləğin artırılması nəticə etibarilə ilə o ipotekadan istifadə edilən vəsait ayrılması əlavə bu əks təsir göstərəcək, say azalacaq vətəndaşlar.
Vüqar müəllim, çox maraqlı açıqlamalarınız var. Son bir neçə sualım var. Biz az əvvəl qeyd elədik ki, ümumiyyətlə daşınmaz əmlak sektoruna, belə də digər sahələrə investisiya olunsa daha yaxşı olar. Siz iqtisadçı deputat olaraq tövsiyələrinizi verdiniz. Amma bəzi vətəndaşlarımız ola bilər ki, mən bu sahəyə investisiya etmək istəyirəm. Amma tərəddüd içində qalıb, bilmir, mənzil alsın yoxsa torpaq. Belə olan məqamda hansı daha sərfəlidir? Torpaq yoxsa mənzil? Hansı investisiya baxımından daha qazanclıdır? Hər bir vətəndaş investisiya qoyuluşunda sərbəstdir və hər bir vətəndaşımızın özünün sərbəst investisiya qərarı var. Yəni bəzi hallarda təbii ki, investisiya qərarları yaxşı, yəni böyük mənfəət gətirə bilər, bəzi hallarda və ya uğurlu olmaya bilər. Arzu edir ki, bütün vətəndaşlarımızın investisiya qərarları uğurlu olsun. Konkret olaraq daşınmaz əmlak, torpaq, hətta daşınmaz əmlakın mənzil və ya yaşayış və qeyri-yaşayış sahələri üzrə qruplaşdırmaq olar. Əgər torpaq paytaxta yaxın ərazilərdə və ya paytaxtın özündə torpaq alma imkanı varsa, torpağın alınması daha rentabillidir. Çünki torpağın, xüsusən də mərkəzə yaxın ərazilərdə torpağın qiyməti mənzillərin qiyməti ilə müqayisədə daha yüksək artır. Çünki torpaq məhduddur və məhdud olduğuna görə tələb də artır və tələb artdığına görə nəticədə həmin torpaq sahələrinin qiymətində artımlar var. Təbii ki, daha peşəkar yanaşıb həmin torpaq sahəsinin yerinə də baxmaq olar ki, burada biznes üçün imkanlar varmı və ya gələcəkdə burada yaşayış binası və ya digər hər hansı bir daha böyük bir binanın inşaatı və ya obyektin inşaatı mümkün deyil. Hətta o qiymətləndirmələrlə torpağa investisiya qoyulursa, daha çox gəlir əldə etmə imkanı var. Mənzil yoxsa yaşayış yoxsa qeyri-yaşayış, qeyri-yaşayış daha rentabillidir. Və xüsusən də daha çox, məsələn, belə də çıxış imkanları olan və əlçatılan binalarda ki, binaların söhbət obyektlərdən gedir. Bəli, qeyri-yaşayışdan obyektlərdən gedir. Yəni, belə deyək, sadə desək, sizin tamaşaçılarınız üçün, bizim tamaşaçılar üçün obyekt yoxsa mənzil, obyekt daha rentabillidir. Obyekt. Amma mənzillə torpaq arasında qalsaq, torpaq, mənzil obyekt arasında obyekt. Doğrudurmu? Bəli, doğru. Təşəkkür edirəm. Vüqar müəllim, indi yeni tədrisin də başlamasına az qalıb, mövzu aktuallaşacaq yenidən, tələbələr qayıdır. Bizdə yataqxanalar demək olar ki, yoxdur, tələbə yataqxanalarından söhbət gedir. Bəli. Amma hər tədris ilində bizim tələbələrimiz əziyyət çəkirlər. Ev tapmırlar, oğlanlar hətta daha çox əziyyət çəkirlər. Çünki mən elanlarda dəfələrlə görmüşəm, yalnız xanımlar üçün ev verilir, tələbə xanımlar üçün. Biz bu məsələni həll etmək üçün yeni tələbə yataqxanaları tikə bilərikmi? Bilərik təbii ki, və yeni tələbə yataqxanaları da inşa edilir. Yəni, bununla bağlı hətta bəzi beynəlxalq qurumlar tərəfindən də vəsaitin ayrılması həyata keçirilib. Amma düşünün, yəni ümumiyyətlə bu məsələnin konseptual və fundamental həlli yeni kampusların və eyni zamanda universitetlərimizin bir qisminin paytaxtdan kənara köçürülməsidir. Çünki daha rahatdır və eyni zamanda həmin köçürüləcək ərazilərin inkişaf baxımından çox vacibdir. Məsələn, Amerika Birləşmiş Ştatlarında top 10-luqda olan, ən yaxşı 10-luqda olan universitetlərin heç biri iri şəhərdə yerləşmir. Hamısı kiçik şəhərlərdədir. Yəni, onlar Amerika Birləşmiş Ştatlarında town deyirlər, yəni kiçik şəhərlər. Və o, amma iri şəhərlərdə top 10 universitet yoxdur. Bu da əslində nə anlamına gəlir? Hətta Harvardda, MIT belə, Boston'da deyil, Cambridge'dədir. Yəni, nisbətən o kiçik şəhərdədir. O cümlədən digər aparıcı universitetlər, Yale və s. Niyə bunlar baş verib, xüsusən bir sıra inkişaf etmiş ölkələrdə? Çünki bu həm də həmin ərazilərin inkişaf baxımından vacibdir. Yəni, siz təsəvvür edin ki, 20.000 tələbəsi olan universitet paytaxtdan kənara köçürülürsə, kampusu yaranırsa, bu demək ki, 20.000 tələbə ora gedir. Yəni, təxminən bir 5.000-ə yaxın müəllim və inzibati işçi ora gedir. 20.000 tələbənin yanına dostları, valideynləri, qohumları gəlir və həmin ərazidə xidmət sektoru, bütövlükdə iqtisadiyyat canlanır. Həmin rayon da canlanır. Təbii ki, həmin rayon eyni zamanda bu, Vüqar müəllim, paytaxtın bir yükünü azaldar da. Elə tıxacılarla bağlı bu təklif illərdə verilirdi ki, tələbələr köçürülə bilər. Ona görə təbii ki, xüsusən yataqxanalar kontekstindən daha konseptual və strateji yanaşma, bəzi universitetlərimizin paytaxtdan kənara köçürülməsi və paytaxtdan kənarda da kampus inşa etmə imkanları gelir. Çünki yer var, ərazilər var, əraziləri seçmə imkanı. Yəni, paytaxtın özündə ən böyük çətinliklə nədən ibarətdir? Tutaq ki, Bakı Dövlət Universiteti və UNIK əsas korpusları mərkəzdə yerləşir və həmin korpuslara yaxın
kampus qurmaq praktik olaraq mümkündür, çünki ərazi yoxdur. Amma əgər hər hansı bir universitetimiz kənara köçürsə, artıq onun kampusu olacaq. Yəni yataqxana, universitet inkişaf edilmiş ölkələrdə Hamısı olur ki, bir ərazidə olur. bir ərazidə olacaq. Tələbələr belə də bir tələbə şəhərciyi Eyni yaranır. zamanda tələbə şəhərciyi yaranır. Təbii ki, eyni zamanda tələbələrimiz daha ucuz qiymətə, yəni artıq o yataqxanalarda qala biləcəklər. Tələbə şəhərciyi yaranacaq, orada təhsil inkişafına dəstək olacaq. Çünki bilirsiniz, artıq o yəni Sovet dövründə yataqxanalarda tələbələrin qalması həm də o fikir mübadiləsi, bir yerdə dərs oxumaq, müəyyən məsələləri müzakirə etmək baxımından da var. Həm də təhsil inkişafına da dəstək olur. Ona görə hər halda konseptual olaraq, xüsusən yataqxana problemi və ya kampus problemi aspektinə yanaşsaq, daha məqsədə uyğun olaraq inkişaf edilmiş ölkələrdə, xüsusən Amerika Birləşmiş Ştatlarda olduğu kimi bir sıra universitetlərin kiçik şəhərlərə və ya rayonlara köçürülməsi daha məqsədə uyğundur. Çünki bu nəticədə həmin rayon inkişafına dəstək olacaq və siz qeyd etdiyiniz yataqxana probleminin həllinə dəstək olacaq. Vüqar müəllim, çox sağ olun, minnətdaram. Vaxt ayırıb gəldiyinizə görə təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm və uğurlar arzulayıram. Çox sağ olun. Belə, Mehmanoğlu Medianın qonağı iqtisadçı deputat Vüqar Bayramov idi. Daşınmaz əmlak sektoru ilə bağlı mühüm açıqlamalar verdi. Növbəti müsahibələrdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.